Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bu barədə Gündəm Xəbər Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir. Bildirilir ki, səhər bəzi yerlərdə zəif duman olacaq, az çiskin olacağı ehtimal edilir. Mülayim cənub-şərq küləyi, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz isə 20-23 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz isə 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10, gündüz isə 13-18 dərəcə isti olacaq.